Taksi sürücüləri narazılıq edir. Onların sözlərinə görə aprel ayının 2-sində bir qrup taksi sürücüsü Yerüstü Nəqliyyat Agentliyinin bəzi qaydalarına etiraz olaraq işə çıxmayacaqlar. Rayət İmam Əliyev vətəndaş mövqeyimlə qarşınızdayım. Taksi sürücülərinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, yəni AYNAya qarşı etirazını dəstəkləyirəm. AYNA rəhbərliyi siz qanun yaratmaq əvəzinə qanunsuzluğun vüsət almasına şərait yaradırsınız. Xəbəriniz varmı? Məsələn, buraxılış ili köhnə taksiləri ləğv etmişsiniz. Həmin sürücülər yeni avtomobillə qeydiyyatdan keçib, köhnə taksiləri ilə fəaliyyətlərini davam etdirirlər. Sərnişinlər də çörəyə bais olmamaq üçün minib gedirlər. İnsanlar taksidən bir yerə tələsdikləri üçün istifadə edir. Sən də qadağa qoymusan ki, taksi duracaqları var, falan filan, sərnişini avtobus zolağında düşürmək 100 manat cərimədir. Bəs yaxşı, harada düşürtməlidir? Sərnişini yolun ortasında düşürtməlidir. Mən xəstə anamı klinikaya aparmaq üçün xəstə arvadı kürəyimi alıb 300-400 metr aralıya aparmalıyam ki, taksi duracağı buradadır. Taksidə saatlarla tıxacda xəstə adamla qalmalıyam ki, zolağa girmək olmaz. Əziz AYNA baş bilənləri, o avtobus zolaqları olan bəzi yerlərdə az qala yarım saata bir avtobus belə keçmir. Əhalini bezdirməyin. Ya o zolaqlara qeydiyyata alınmış taksilərin də istifadəsini təmin edin ki, bu tıxaclar biraz səngisin. Ya da o taxta şalban seklərini söküb yolu genişləndirin. Ya da o zolaqları zadı ləğv edin, əvvəlki vəziyyətə salın. İnkişaf, yenilik bizlərə düşmür, düşmür. Onsuz da siz bir iş görən deyilsiniz. Bu nə qadağalardır qoyursunuz? İnanın, biz başqa məmləkətdə yaşaya bilmərik, darıxarıq. Həzrət Əlinin gözəl bir misalı var. Hər kəs haqq etdiyi həyatı yaşayır. Biz nəinki haqq etdiyimiz həyatı yaşayırıq. Hətta əvvəlcilərə rəhmət oxutdurmağı da bacarırıq. Dünən AYNAnın ictimai nəqliyyata üstünlük verin devizinə qoşularaq, neftçilərdən Həzi Aslanova getmək üçün avtomobilimi evdə qoyub metrodan istifadə etdim. Metroda kimin cibinə girmək istəsən xəbərləri olmaz. Çünki hamı başını salıb aşağı, iki barmaqla mobil telefonu alıda olublar. Nəysə, bu başqa məsələdir. Əhmədliyə çatan da dedilər ki, hamı düşsün, platformanın qarşı tərəfinə keçsin. Həzi Aslanova o tərəfdən gediləcək. Soruşdum, dedilər, bir ilə yaxındır belədir. Olsun. Yəqin təmir gedir. Düz 7 dəqiqə gözlədim. 7 dəqiqə Əhmədliyə 2 qatar gəldi. Onlar da tökülüşdü bir tərəfə. Nəhayət ki, Həzi Aslanovdan gəlib Əhmədlidəki adamları doldurub qaytaran qatar gəlib çıxdı. Camaat basırıqla doluşdu qatarlara. Məni də itəlib sıxışdırdılar bir küncə. Tam xaos. Başımı qaldırıram ki, bir dayının az qala dodaqları yapışır sifətimə. Sarımsaq iyisi bir tərəfdən, başımı sola əyirəm oruc ağız birinin mədə qoxusu, sağ tərəfə dönürəm pendir qoxusu, nəysə, ulularımız demişkən itin zülmü ilə ünvana çatdım. İşimi bitirdim və söz də vermişəm ki, bu gün ancaq ictimai nəqliyyat şüarını əldə rəhbər tutaraq Qarayevə qayıtmaq üçün başqa bir avtobusa mindim. Elə Qarayevə 500 metr qalmış çata-çatda neftçiləri keçən kimi sürücü Interturan mebelin yanından düşdü Planet Şadlıq Sarayı tərəfə 5-6 bir dayanacaq kuruqlayıb 1 dəqiqəlik Qarayevə çatmağımı 20 dəqiqəyə çatdırdı. Budurmu sizin ictimai nəqliyyatınızın xalqa xidməti? Nəysə, 3 nöqtə edələr siz gördüyünüz işin içinə. Ukrayna dairəsini bir svetofor tənzimləyəcəyi halda gətirib Krasvorda labirintə döndərmişsiniz oranı. Ziya Bünyadovdan 7 zolaqlı yoldan gəlib Çermək körpüsünə 3 zolağa salmağınızdan görünürsün gördüyünüz iş. Ona görə də day çox da zad eləməyin. Qaytarın bizə keçmişimizi.